Hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə mürəkkəb adlar haqqında danışacağıq. Mürəkkəb ad nədir? Birinci o məsələni aydınlaşdıraq. Uşaqlar, bəzən mürəkkəb sözlə mürəkkəb adı qarışdırırsınız. Mürəkkəb ad nədir? Mürəkkəb söz nədir? Mürəkkəb söz bərabərdir bir sözə. Yəni bir vurğu altında deyilən bir sözə bərabərdir. Mürəkkəb ad isə bərabərdir söz birləşməsi. Məsələn, burada deyirik ki, Hüseyin Qulu. Hüseyin Qulu mürəkkəb addır, yoxsa mürəkkəb sözdür? Mürəkkəb sözdür. Çünki görürsünüz, bir sözdür. Bir sözdən ibarətdir. Bir sözdən ibarət olduğuna görə Hüseyin Quluya mürəkkəb söz deyəcəyik. Mürəkkəb ad bərabərdir nəyə? Söz birləşməsinə. Məsələn, deyirəm ki, Mirzə Fətəli Axundov. Mirzə Fətəli Axundov. Mirzə Fətəli Axundov nədir? Görürsünüz, söz birləşməsi şəklindədir. Deməli, bu nədir? Bərabərdir mürəkkəb ada. Mürəkkəb ad. Aydındır. Yəni, mürəkkəb adı bizdən soruşanda mürəkkəb ad bərabərdir söz birləşməsinə. Deyərsiniz, Hüseyin Qulu da mürəkkəb addır. Xeyr, mürəkkəb ad deyil. Bu mürəkkəb sözdür. Çünki bir sözdən ibarətdir. Yəni, Hüseyin və Qulu sözləri birləşib. O heç. Birləşib bir söz əmələ gətirib. Mürəkkəb ad bərabərdir söz birləşməsinə. Mürəkkəb adların yazılışı məsələsindən danışacağıq ki, bir də burada nəyə toxunaq? Hüseyin Qulu mürəkkəb yəni sözdür, yəni xüsusi isimdir. Amma mürəkkəb adlar söz birləşməsi şəklində olur. Təkrar deyirəm ki, beyninizə hopsun. İndi keçəcəyik nəyə? Mürəkkəb adların yazılışı məsələsinə. Mürəkkəb adlar necə yazılır? Uşaqlar, əgər mürəkkəb adın daxilində təxəllüs bildirən, ad bildirən, soyad bildirən və yaxud ləqəb bildirən sözlər varsa, o sözlərin birinci hərfi böyük hərflə yazılır. Hər bir sözün birinci hərfi böyük hərflə yazılır. Ad, soyad, ləqəb, təxəllüs bildirirsə sözlər, yəni mürəkkəb adlar. Oradakı sözlərin hər birinin birinci hərfi böyük hərflə yazılacaq. Sadəcə həmin sözlərin tərkibində ola bilər ki, bəy sözü, qızı sözü, oğlu sözü iştirak edər. Bax, bu sözlər kiçik hərflə yazılacaq. İndi nümunə göstərəcəyik. Məsələn, deyirik ki, Mirzə Fətəli Axundov sözünü istifadə edirik. Görürsünüz, ad. Bu nədir? Ad bildirir. Ad bildirdiyinə görə hər sözün ilk hərfini görürsünüz necə yazdıq? Böyük hərflə yazdıq. Amma bu şəkildə ola bilərdi ki, Mirzə, bunu deməyək, xan qızı deyək. Xan qızı Natəvan. Baxın uşaqlar, xan qızı Natəvan ləqəb bildirir. Ləqəb bildirən bir sözdür. Biz dedik axı, ləqəb bildirən sözlərdə böyük hərflə yazılacaq. Burada hər birinin böyük ilk hərfi nə yazıldı? Böyüklə yazıldı. Bir dənə qızı sözü burada da qeyd eləmişdik. Əgər bu tipli sözlərin içərisində bəy, qız, oğul sözləri varsa, onlar kiçik hərflə yazılacaq. Qalan sözlərin ilk hərfi necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. Məsələn, deyə bilərik ki, Əhməd Cavad. Görürsünüz, ad bildirir. Ad bildirdiyinə görə hər iki sözün ilk hərfi necə yazılır? Böyük hərflə yazılır. Sonra deyirik Üzeyir bəy, məsəl üçün, Heydər oğlu. Üzeyir bəy Heydər oğlu, məsəl üçün, Məmmədli. Üzeyir bəy Heydər oğlu Məmmədli. Burada Üzeyir onun həmin şəxsin adıdır. Heydər atasının adıdır. Məmmədli də soyadıdır. Yəni Üzeyir bəy Heydər oğlu Məmmədli. Burada görürsünüz, ad bildirən sözdür deyə, ad və soyad bildirən sözdür deyə ilk sözlərin hər biri necə yazıldı? Böyük hərflə yazıldı. Bir dənə bəy sözü burada qeyd eləmişdik və oğlu sözləri necə yazılacaq? Kiçik hərflə yazılacaq.
Bu ad, soyad, təxəllüs, ləqəb bildirən sözlər idi ki, bunların dedik, hər birinin birinci hərfi necə yazılacaq? Böyük hərflə yazılacaq. Sonra mürəkkəb adlarda hansı məsələ var ki, məsələn, ola bilər sülalələrin adı ola bilər, hər hansısa dövrlərin adı ola bilər. Məsəl üçün dövr nədir? Paleolit dövrü var idi, orta paleolit, son paleolit dövrü var idi. Yəni bunlardan söhbət edirik. Dövr deyəndə onları nəzərdə tuturuq. Sonra yazılı abidələrin adı ola bilər, tarixi hadisələrin, döyüşlərin adı ola bilər. Yenə qeyd edirəm, hansısa bir döyüşün adı, hansısa bir tarixi hadisənin adı, yazılı abidələrin adı, sülalələrin adı. Bunların isə birinci sözün, yəni birinci sözün ilk hərfi böyüklə yazılacaq. Birinci sözün ilk hərfi böyük yazılacaq. Qalanları kiçik hərflə yazılacaq. Məsələn, biz hər hansısa bir sülalənin adını çəkək. Məsələn, deyək ki, nə deyə bilərik? İran sülaləsi. İran sülaləsi. Burada görürsünüz, ilk dedik hərfi böyüklə yazılacaq. Sülalə adıdırsa, ilk hərfi böyük. İlk sözün ilk hərfi. İranda ilk sözü və ilk hərfi böyüklə yazılır. Qalanları kiçiklə yazılacaq. Bu sülalə adı. Dedik, sülalə adlarında bu şəkildə olur. Sonra dedik, dövrlərin adı. Məsələn, dövrlərin adında nə deyə bilərik? Paleolit dövrü. Məşhur söz paleolit dövrü. Dövrü. Görürsünüz, dövrlərin adında dedik. İlk sözün ilk hərfi böyük hərflə yazılır. Yəni, burada ilk sözün ilk hərfi nədir? P-dır. O da böyük hərflə yazılmalıdır. Sonraki hərflər isə kiçik hərflə. Sonra tarixi hadisələr dedik, yazılı abidələr dedik, döyüşlər dedik. Məsələn, döyüşlərdən deyək ki, Çaldıran döyüşü. Çaldıran döyüşü. Və s. Görürsünüz, ilk sözün ilk hərfi böyük hərflə yazıldı. Bir dənə burada yadda saxlamalı məqam nədir? Yadda saxlamalı məqam odur ki, bax, burada paleolit dövrü var. Paleolit dövrünün əvvəlinə, məsələn, orta paleolit, son paleolit dövrü deyə qeyd edirlər. Bu şəkildə olsa, bunların əvvəlinə artıran ilk sözdür. Son paleolit dövrü və yaxud orta paleolit dövrü ilk sözlər də böyük hərflə yazılacaq. Yəni, orta sözü də, son sözü də böyüklə yazılacaq. Paleolit dövrü də böyük hərflə yazılacaq. Burada diqqət eləməli məqam budur. Sonra başqa bir məsələ nədir? Muxtar respublikalar ola bilir. Muxtar respublikalar, məsələn, Naxçıvan Muxtar Respublikası kimi. Muxtar respublikalardır, hər hansısa ölkələrdir, sonra diyarlardır, vilayətlərdir və yaxud rəsmi adlardır. Bax, bu tipli adların tərkibindəki bütün sözlərin ilk hərfi böyüklə yazılacaq. İlk hərfi böyüklə yazılacaq. Məsələn, deyirik ki, İran, İslam, Respublikası. Görürsünüz, respublika bildirir. Respublika ölkə adı bildirdiyinə görə hər tərkibindəki bütün sözlərin ilk hərfini necə yazdıq? Böyük hərflə yazdıq. Sonra Azərbaycan Respublikası. Görürsünüz, ilk hərfi böyük hərflə yazıldı. Və yaxud bu Naxçıvan Muxtar Respublikası ola bilər və bunun tərkibindəki Naxçıvan sözü də, Muxtar sözü də, Respublika sözünün hər birinin ilk hərfi necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. Sonra vilayət dedik, diyarlar dedik. Bax, bu şəkildə olan bütün sözlərin, tərkibindəki bütün sözlərin ilk hərfi necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. Sonra digər məsələlər. Məsələn, dövlət vəzifələri, ali dövlət vəzifələrindən söhbət gedir. Burada bütün dövlət vəzifələrindən söhbət getmir. Ali dövlət vəzifələrinin hər birinin ilk hərfi böyük hərflə yazılacaq. İlk hərfi. Amma bəzi məqamlar var ki, orada sonuncu hərf naziri sözüdür, vitse-prezidenti sözüdür, vitse-prezidenti sözündən söhbət gedir. Məsəl üçün, sədr sözüdür. Bax, tərkibindəki bu sözlər kiçik hərflə yazılacaq. Necə? Gəlin həmin məsələlərə diqqət yetirək. Məsələn, Azərbaycan Respublikasının prezidenti. Azərbaycan sözü də böyüklə yazılacaq. Azərbaycan Respublikası, res yazıram, yəni daha bilin Respublikasıdır, Respublikasının prezidenti.
prezidenti. Səhv yazdım burada uşaqlar. Dəqiqə. Prezidenti. Görürsüz, burada Azərbaycan sözü də, Respublika sözü də, prezidenti sözündə ilk hərfi böyüklə yazılır. Sonra Azərbaycan Respublikasının yenə Azərbaycan Respublikasının, yazıram, Respublikasının birinci vitse-prezidenti. Prezidenti. Deməli, Azərbaycan Respublikasının birinci vitse-prezidenti. Bu ifadə necə yazılacaq? Azərbaycan sözü də, Respublika sözü də, birinci sözü də böyük hərflə yazılır. Vitse-prezident kiçik hərflə yazılır. Sonra Azərbaycan Respublikasının baş naziri. Azərbaycan sözü böyüklə, Respublikası sözü də böyük hərflə, baş sözü də birincidir, nazir sözü kiçiklə. Naziri. Azərbaycan Respublikasının baş naziri. Deməli, Azərbaycan sözündə böyüklə yazırıq, Respublikada başda naziri sözü necə yazılır? Kiçik hərflə yazılır. Sonra Azərbaycan Respublikasının Milli Məclisinin sədri. Bu necə yazılır? Azərbaycan sözü də böyüklə, Azərbaycan Respublika sözü də böyüklə, Milli sözü də böyüklə, Məclisi sözü də böyüklə, Məclisinin sözü də böyük hərflə, sədri kiçik hərflə. Deməli, Azərbaycan Respublikasının Milli Məclisinin sədri ifadəsi necə yazılacaq? Azərbaycan Respublika Milli Məclis sözlərinin hər biri böyük hərflə, ilk hərfləri böyük hərflə, sədri sözü isə kiçik hərflə yazılır. Bu da ali dövlət vəzifələrinin yazılışı qaydasıdır. Bax, bu yazılış qaydasını yadda saxlayın. Azərbaycan Respublikasının prezidentində hər bir sözün ilk hərfi böyüklə yazıldı. Azərbaycan Respublikasının birinci vitse-prezidentində Azərbaycan Respublika birinci sözlərinin ilk hərfi böyük, vitse-prezident kiçik. Azərbaycan Respublikasının baş naziri ifadəsində Azərbaycan Respublika və baş sözlərinin ilk hərfi böyüklə, naziri kiçik. Azərbaycan Respublikasının Milli Məclisinin sədri ifadəsində isə Azərbaycan Respublika və Milli Məclis sözlərinin hər birinin ilk hərfi böyük, sədri sözü isə kiçik hərflə yazılır. İndi keçirik dövlət orqanlarının yazılışı qaydalarına. Dövlət orqanlarının yazılışı qaydası necədir? Bu dövlət orqanları deyəndə, yəni dövlət qurumlarını nəzərdə tuturuq. Bu cəmiyyət ola bilər, universitet ola bilər, kolleclər ola bilər, teatrlar ola bilər, filarmoniyalar ola bilər, siyasi partiyalar ola bilər, universitetlər ola bilər, hər hansısa bir cəmiyyətlər, akademiyalar və s. Yəni dövlət orqanları deyəndə biz bunları nəzərdə tuturuq. Dövlət qurumları deyəndə ağlımıza nə gəlirsə, həmin sözlərdən söhbət gedir. Yox, dövlət orqanı, dövlət qurumu deyəndə əgər bilmirsinizsə nədən söhbət gedirsə, həmin şeyləri əzbərləmək lazımdır. Yəni dövlət orqanı deyəndə biz universitet nəzərdə tuturuq, kollec nəzərdə tuturuq, teatrlar nəzərdə tuturuq, filarmoniyalar olsun, akademiyalar, cəmiyyətlər, siyasi partiyalar, bunların hər biri nəyə daxildir? Dövlət orqanlarına daxildir. Və bu kimi sözlərdə, yəni mürəkkəb adlarda bütün sözlərin demək olar ki, birinci hərfi böyüklə yazılacaq. Bütün sözlərin birinci hərfi böyük hərflə yazılacaq. Sadəcə bu sözlərin tərkibində əgər adına sözünü, sonra yanında sözünü, qarşı sözünü və bir də üzrə sözünü, üzrə sözlərini, bu tipli sözlər və s. Bu tipli sözlərin hər hansısa birini, yəni bunlara biz nə deyirik? Yardımçı sözlər deyirik. Bu sözlərin hər hansısa birini görsək, bu sözlərin hər biri kiçik hərflə yazılacaq. Deməli, dövlət orqanlarının dediyi adlarındakı hər bir sözlərin ilk hərfi böyük hərflə yazılır. Sadəcə onların tərkibində bu köməkçi sözləri, yardımçı sözləri biz görsək, həmin sözlər kiçik hərflə yazılacaq. Gəlin nümunə göstərək. Məsələn, deyirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti nədir? Nazirlər Kabineti nədir? Dövlət orqanıdır da, dövlət qurumudur. Dövlət qurumu olduğuna görə o sözün tərkibindəki bütün hərflər necə yazılacaq? Böyük hərflə yazılacaq. Yəni, Azərbaycan Respublika, yazıram. Azərbaycan Respublikasının Nazirlər Kabineti. Görürsünüz, hər bir sözün ilk hərfi necə yazıldı? Böyük hərflə yazıldı. Sonra Azərbaycan Respublikasının Milli Məclisi. Azərbaycan Respublikasının Milli Məclisi. Hər bir sözün ilk hərfi necə yazıldı? Böyük hərflə yazıldı. Bu da dövlət orqanıdır, dövlət qurumudur. Sonra yaza bilərik ki, yeni
Azərbaycan partiyası. Görürsünüz, partiyadır. Partiyalar da dövlət orqanları daxil, dövlət qurumlarıdır. Tərkibindəki hər bir sözün ilk hərfi necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. Sonra Bakı Dövlət Universiteti. Bakı Dövlət Universiteti. Onu yazıram qısa olaraq. Görürsünüz, yəni dövlət orqanıdır, dövlət qurumudur deyə universitetlər də bura daxildir də. Bu sözün tərkibindəki bütün sözlərin ilk hərfi necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. İndi bir dənə də bu köməkçi sözlərdən istifadə olunan bir ad deyək. Onların da yazılış qaydasına baxaq. Məsələn, belə bir ifadə yazaq. Füzuli adına dilçilik, yəni özümlə yazıram bu ifadəni. Füzuli adına dilçilik İnstitutu, in yazıram. Görürsünüz, Füzuli adına dilçilik institutu. Bu da bir institutsa, əgər belə bir institut varsa, bunun tərkibindəki də bütün sözlərin ilk hərfi necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. Bir dənə tərkibində adına sözü və yaxud bu sözlərin hər hansısa biri, bu tipli yardımcı sözlərin hər hansısa biri işləndikdə həmin sözlər kiçik hərflə yazılacaq. Sonra dövlət rəmzləri. Dövlət rəmzlərimizi təbii ki, hər biriniz bilirsiniz. Dövlət rəmzlərimizin adı necə yazılacaq? Dövlət rəmzlərimizin hər birinin adındakı sözlərin ilk hərfi böyük hərflə yazılacaq. Məsəl üçün, bayrağımızdır, himnimizdir, gerbimizdir. Məsələn, burada deyəcək ki, nə deyə bilərik? Azərbaycan Respublikasının dövlət himni deyək. Azərbaycan Respublikasının dövlət himni. Görürsünüz, rəmzdir. Dövlət rəmzi olduğuna görə bu sözün tərkibindəki bütün sözlərin ilk hərfi necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. Bu Azərbaycan Respublikasının dövlət bayrağı da ola bilər. Bu Azərbaycan Respublikasının dövlət gerbi də ola bilər. Deməli, bunlar necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. Tərkibindəki bütün sözlərin ilk hərfi böyük hərflə. Uşaqlar, bəzən deyəndə böyük hərflə yazılmalıdır. Bütün sözlərin bütün hərflərini şagirdlər nəzərdə tutur. Yox, bütün sözlərin ilk hərfini biz nəzərdə tuturuq. Baxın, ilk hərfi böyük hərflə yazılmalıdır. Sonra əlamətlər, günlər, bayram günləri, əlamətlər, günlər, onların da tərkibindəki bütün sözlər böyük hərflə yazılmalıdır. Məsələn, deyirik Beynəlxalq Qadınlar Günü. Beynəlxalq Qadınlar Günü. Görürsünüz, təqvimə düşən gündür, yəni xüsusi gündür, bayram günüdür deyə tərkibindəki bütün sözlərin ilk hərfi necə yazılır? Böyük hərflə yazılır. Sonra yeni il gəlir. Biz yeni il necə deyirik? Dünya Azərbaycanlılarının həmrəliyi günü deyirik də. Dünya Azərbaycanlılarının həmrəliyi günü bayram olduğuna görə, xüsusi gün olduğuna görə oradakı bütün sözlərin ilk hərfi necə yazılmalıdır? Böyük hərflə yazılmalıdır. Çünki bu təqvimə düşən əlamətlər gündür. Ona görə tərkibindəki bütün sözlərin ilk hərfi necə olmalıdır? Böyük hərflə yazılmalıdır. Bunlar təqvimə düşən tam bayram da deyə bilmərik də. Çünki bəzi bayram adları var ki, onların ilk hərfi böyüklə yazılacaq. Yəni, bir dənə Beynəlxalq Qadınlar Günüdür, Dünya Azərbaycanlılarının həmrəliyi günüdür. Sonra Beynəlxalq Ana Dili Günüdür, Beynəlxalq Ana Dili Günüdür. Bax, bu ifadələrin hər birinin ilk hərfi böyüklə yazılacaq. Çünki bunlar nədir? Təqvimə düşən əlamətdar günlərdir. Amma bayram adlarında biz məsələn Novruz bayramı deyəcəyik, 8 Mart bayramı deyəcəyik, Qurban bayramı deyəcəyik. Bax, bunlarınsa ilk sözün ilk hərfi böyüklə yazılacaq bayram adlarına. Yəni, bayram adlarında biz ilk sözün ilk hərfini böyüklə yazacağıq. Məsələn, deyirik ki, Novruz bayramı və yaxud Qurban bayramı və yaxud deyirik ki, 8 Mart. 8 Mart. Kiçik hərflə, Mart kiçik hərflə yazılacaq. Mart. 8 Mart. Bax, bu şəkildə yazılacaq. Belə bayram adlarının ilk hərfi. Uşaqlar, bəzən 8 Martı bizə bu şəkildə verəcək. Rəqəmlə versə, rəqəmlə. Artıq onda Mart sözü böyüklə yazılacaq. Mart. Deməli, hərflə yazılı formada versə, hərflərlə yazılı formada versə, biz Mart sözünü kiçiklə yazacağıq. Yox,
rəqəmdən versə, 8 rəqəmlə versə martı böyüklə yazılacaq. Məsələn, biz 20 yanvarı bu formada versə 20 yanvar. 20 sözünü böyüklə, hərflə verildiyi şəkildə, yanvarı kiçiklə. Yox, bunu bizə rəqəmdən versə 20 yanvar. Yanvar böyük hərflə yazılacaq. Yəni, bu tipli sözlərin rəqəmlə yoxsa hərflə yazılması məsələsinə diqqət yetirmək lazımdır. Rəqəmlə verildikdə ilk söz böyüklə yazılır. Həmin sözlər hərflə verildikdə ikinci söz kiçik hərflə yazılacaq. Sonra hansı məsələlərə toxunacağıq burada? Məsələn, bəzi sözlər var ki, onların tərkibində Mirzədir, Şeyxdir, Seyiddir, Şahdır, Sultandır, Bəydir, Hacı kimi ifadələr işlənir ki, bu sözlər nədir? Bu sözlər rütbə bildirir də, təbii ki, ləqəb bildirə bilər, rütbə bildirə bilər, sonra titul bildirə bilər və bunlar hansı sözə aid olursa, həmin sözdən əvvəl gələndə böyük hərflə yazılacaq. Yox, həmin sözdən sonra gəlsə kiçik hərflə yazılacaq. Deməli, dedik hansı sözlərdir? Qeyd eləyək. Hacı sözündən söhbət elədik. Hacı, Mirzə, sonra Şah, Seyid, bəyim sözü, bəy sözü, sultan sözü, sultan və s. Bax, bunlar hansı sözün əvvəlində gəlirsə, yəni sözün əvvəlində gəlirsə, aid olduğu sözün əvvəlində gələndə böyük hərflə yazılacaq. Məsələn, deyirik ki, nə deyə bilərik? Nurlan deyək. Məsələn, bu sözün əvvəlində hacı sözünü işlətsək, görürsünüz, hacı bu sözün əvvəlində gəldiyinə görə böyüklə yazılacaq. Yox, sözdən sonra gəlsə, Nurlan hacı, burada sözdən sonra gəldikdə kiçik hərflə yazılacaq. Aid olduğu sözün əvvəlində görəndə böyük, sonrasında görsək kiçik. Məsələn, deyirik ki, Şah Nadir. Şah Nadir sözünün əvvəlində gəldiyinə görə böyüklə yazmalıyıq. Sonra gəlsə, Nadir böyüklə, Şah kiçiklə yazılmalıdır. Bax, bu yazılış qaydalarına diqqət yetirmək lazımdır. Sonra bədii əsər adlarının yazılış qaydası var ki, bədii əsər adı ola bilər, balet adı ola bilər, jurnalların adı ola bilər, qəzetlərin adı ola bilər, nəşriyyat evlərinin adı ola bilər, kafedir, restorandır, ordendir, medaldır, baletdir, kinofilmdir, hər hansısa bir kino, teatrın adıdır. Bax, bunların adından söhbət gedir. Bunların adları dırnaqda veriləcək, dırnaqdan istifadə olunacaq və birinci sözün birinci hərfi böyük hərflə yazılacaq. Birinci sözün birinci hərfi böyüklə yazılacaq və biz bunları dırnaqda verməliyik. Dırnaqda verilməsə, yanlışlığa yol verəcək. Dedik, hansı adlardır? Qəzet adları olacaq, bədii əsərin adı olacaq, operanın adı ola bilər, restoranın adı, kafenin adı, ordenin adı, medalın adı, kinofilm ola bilər, kinoteatr ola bilər, kitabın adı ola bilər, həmin kitabı nəşr edən nəşriyyatın adı ola bilər, nəşriyyat evinin adı ola bilər. Bunların adlarından söhbət gedir. Məsələn, 7 gözəl. 7 gözəl. 7 gözəl əsərini bu şəkildə bizə versə yazılışı yanlışdır. Çünki bu əsər dırnaqda verilməlidir və ilk hərfi böyük hərflə yazılmalıdır. Çünki əsər adı daxı. Məsələn, Şuşa restoranı. Şuşa sözü böyük hərflə yazılır. Amma yenə yanlışlığa yol vermişik. Nəyə görə? Çünki Şuşa sözü restoranın adıdır deyə dırnaqda verilməlidir və ilk hərfi böyüklə yazılmalıdır. Restoranın adı da bu şəkildə olur axı. Sonra nə dedik? Məsələn, hər hansısa bir orden adı deyək. Vətənə xidmətə görə məsələn. Vətənə xidmətə görə. Vətənə xidmətə görə ordenin adıdır. Görürsünüz, ilk hərfi böyüklə yazıldı və dırnaqda verilməlidir. Dırnaqdan istifadə eləməliyik. Bu da həmin ordenin digər məsəlçünlərinsə adının yazılış qaydasıdır. Sonra fəxri adlardan danışa bilərik. Fəxri adlardan. Fəxri adlarda əsas hissəni təşkil edən sözün ilk hərfi böyüklə yazılacaq. Əsaslar, məsələn, deyirik, əməkdar xadim və yaxud əməkdar müəllim.
Deməli, görürsünüz, fəxri addır. Fəxri adın ilk hərfi, ilk sözün ilk hərfi böyüklə yazılacaq, digərləri kiçik hərflə yazılmalıdır. Sadəcə burada fəxri adlardan iki adı həmişə yadda saxlayın ki, iki adı. Birinci ad nədir? İkinci ad hansıdır? Birinci ad Azərbaycan, milli qəhrəmanı. Azərbaycan milli qəhrəmanı fəxri addır. Fəxri adlı olmasına baxmayaraq, buradakı bütün sözlərin ilk hərfi böyük hərflə yazılacaq. Biz bayaq nə dedik? Dedik, fəxri adlarının əsas hissəsini təşkil edən söz, ilk söz böyük hərflə yazılır. Burada əsas hissəsi nədir? Əməkdardır. Görürsünüz, ilk sözün ilk hərfi böyüklə yazılır. İstisna olaraq fəxri adlar içərisində Azərbaycan milli qəhrəmanıdır ki, bunun hər bir sözünün ilk hərfi böyüklə yazılır. Bir də Sovet İttifaqı qəhrəmanı. Bu sözün, bu adın, fəxri adın bütün sözlərinin ilk hərfi böyük hərflə yazılacaq. Bax, bu iki adı yadda saxlayın yazılış qaydasını. Sonra tərkibində məsəl üçün bir sıra sözlər olan ifadələr var ki, çay ola bilər, göl ola bilər, dəniz, okean, kənd, prospekt, nə bilim, düz, ada, boğaz, dəniz, türbə, nə bilim, səhra, dağ və s. də, xiyaban, küçə. Bax, bu sözlərdə də, bu sözlərin yazılışı qaydası var ki, həmin sözlərdə də ilk söz böyük hərflə yazılacaq. İlk sözün ilk hərfi böyüklə yazılacaq. Qalanları kiçiklə yazılacaq. Məsələn, deyirik, qara, dəniz, sakit, okean. Sonra nə bilim, Xudafərin körpüsü, Xudafərin körpüsü. Görürsünüz, ilk hərfi böyüklə yazılır. Sonra məsəl üçün Mil düzü, Nil çayı. Görürsünüz, ilk sözün ilk hərfi böyüklə yazılır. Məsələn, Qoşqar dağı, Qoşqar dağı. Görürsünüz, ilk sözün ilk hərfi böyüklə yazılır. Bax, bu da bu məsələlər. Sonra da nədən danışacağıq? İlkin olaraq. Uşaqlar, bir də tərkibində yenə bəzi sözlər var ki, vəqf sözü ola bilər, vəqflər, məktəblər, məktəb, fakültə, şöbə, lisey, gimnaziya. Bax, bu tipli olan mürəkkəb adlarda da ilk hərf, ilk sözün daha doğrusu, ilk sözün ilk hərfi böyüklə yazılacaq. Qalanlar kiçiklə yazılacaq. Məsələn, nə deyə bilərik? Biz deyə bilərik ki, məsəl üçün, deyə bilərik, Bakı şöbəsi. Görürsünüz, Bakı ilk hərfin ilk sözü, şöbə sözü var axı tərkibində. Şöbə sözü olduğuna görə ilk sözün ilk hərfi böyüklə yazılır. Məsələn, deyə bilirik ki, Dəyanət liseyi və yaxud Dəyanət gimnaziyası, sonra filologiya fakültəsi və s. Görürsünüz, yəni tərkibində vəqf, məktəb, fakültə, şöbə, lisey, gimnaziya varsa, hər hansısa mürəkkəb adının tərkibində bu sözlər varsa, onların ilk sözünün ilk hərfi böyük hərflə yazılır. Qalanlar kiçik hərflə yazılacaq. Bir də burada yenə bəzi sözlərin yazılış qaydasına fikir vermək lazımdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi var ki, məsələn, biz bayaqları Azərbaycan Respublikasının baş naziri ifadəsini işlətdik. Azərbaycan Respublikasının baş naziri necə yazıldı? Azərbaycan sözü də, Respublika sözü də, baş sözü də böyük hərflə yazıldı, naziri kiçiklə yazıldı. İndi Azərbaycan Respublikasının Səhiyyə Naziri ilə danışacağıq. Burada artıq Azərbaycan sözü də böyüklə, Azərbaycan, Respublika sözü də böyüklə, səhiyyə kiçik, səhiyyə naziri də kiçik. Səhiyyə naziri. Burada artıq səhiyyə və naziri sözləri də kiçik hərflə yazılacaq. Bir dənə Azərbaycan Respublikasının baş naziri ifadəsidir ki, orada baş sözü böyük hərflə yazılır. Sonra Azərbaycan Respublikasının məsəl üçün kənd təsərrüfatı naziri. Azərbaycan Respublikasının kənd. Burada yenə Azərbaycan və Respublika sözləri böyük hərflə yazılacaq. Kənd təsərrüfat naziri sözləri isə kiçik hərflə yazılacaq.
Yəni mürəkkəb adlarda istəyir vəzifə, yəni nazir sözləri və yaxud hər hansısa bir səhiyyənin adları kiçik hərflə yazacaq. Bir dənə baş nazir ifadəsindədir ki, baş sözü böyük hərflə yazılır. Sonra bir də son olaraq belə bir məsələni deyim ki, görürsüz, mürəkkəb adların əksəriyyəti ixtisara düşür. Yəni qısalda bilirik. Məsələn, Mirzə Fətəli Axundovu necə? Mirzə Fətəli Axundov. İxtisara sala bilirik bu şəkildə. Bütün mürəkkəb adları ixtisara sala bilmirik. Yəni testdə sual düşəcək ki, bütün mürəkkəb adların hamısı ixtisar şəklində işlənir? Xeyr, bütün mürəkkəb adların hamısı ixtisar şəklində işləmir. Əksəri işlənir, bəziləri işləmir. Bu şəkildə.